Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim mövzu müstəvi fiqurları mövzusu ilə bağlı olacaq. Gəlin ilk öncə müstəvi fiqurları nədir öyrənək, daha sonra isə test və çalışmalar üzərində daha da möhkəmləndirək. Deməli, uşaqlar biz bilirik ki, fiqurlar iki yerə bölünür, müstəvi fiqurları və fəza fiqurları. Bugün biz müstəvi fiqurlarından danışarıq. Müstəvi fiqurları nədir? Müstəvi fiqurlar yalnız uzunluq və enə malik olan bir səthin üzərində yerləşən fiqurlardır. Onların həcmi olmur. Yəni təkcə eni və uzunluğu olur. Həcmi, yəni uzunluğu, dərinliyi olmur. İlk öncə üçbucaqdan başlayaq. Deməli, üçbucaqlar, uşaqlar biz bilirik ki, üçbucağın üçbucağı, üç təpəsi, üç tərəfi var. Deməli, xüsusiyyətləri nə idi üçbucağın? Üç tərəfi, üçbucağı və üç təpəsi var. Daxili bucaqlarının cəmi də 180 dərəcədir. Hələ bizə, yəni sizin səviyyəyə uyğun deyil bu dərəcələr, ona görə təkcə bucaqlarını bilsəniz yetərlidir. Növlərinə bölünür bu üçbucaqlar. Bucaqlarına görə, bir də tərəflərinə görə. Deməli, tərəflərinə görə üçbucaqlar bərabər tərəfli, bərabər yanlı və müxtəlif tərəfli olmaqla üç yerə bölünür. Bərabər tərəfli üçbucaq, mən əlimdən gəldiyi qədər çəkəcəm. Bərabər tərəfli üçbucaq bütün tərəfləri bərabərdir. Məsələn, bu hissə 5 cm-dirsə, digər tərəflərdə 5 cm olmuş olacaq. Buna deyirlər bərabər tərəfli üçbucaq. Bərabər yanlı üçbucaq isə hər iki tərəfi bərabər olur. Yalnız iki tərəfi bir-birinə bərabər olan üçbucaq növünə bərabər yanlı üçbucaq deyirlər. Müxtəlif tərəfli üçbucaq nəyə deyirlər? Üç tərəfinin üçü də bir-birindən fərqlidir. Buna görə də buna deyirlər müxtəlif tərəfli üçbucaqlar. Daha sonra bucağına görə üçbucaqlar da üç yerə bölünür. Deməli, uşaqlar, düzbucaqlı üçbucaq, düzbucağı biz bilirik ikinci sinifdən. Düzbucaqlı üçbucaq, baxın, bir tərəfi düzbucaqdır, düzbucaqlı üçbucaq, iti bucaqlı üçbucaq, bir də kör bucaqlı üçbucaq olmaqla üç növə bölünür. Daha sonra hansı fiqurdan danışım? Trapesiyadan. Trapesiya yalnız iki qarşı tərəfi paralel olan dördbucaqlıdır. Baxın, yalnız iki qarşı tərəfi paralel olan dördbucaqlıdır. Xüsusiyyətləri dörd tərəfi var, iki qarşı tərəfi paraleldir. Digər iki tərəfi paralel olmur. Düşünün, bura paralel ola bilər? Xeyr, gedib bir nöqtədə kəsişəcək. Növləri isə düzbucaqlı trapesiya, bərabər yanlı trapesiya iki yerə bölünür. Deməli, daha sonra rombudan danışaq. Hərəsindən qısa məlumat verək, tapşırıqlar üzərində daha yaxşı öyrənərik. Rombun isə bütün tərəfləri bərabər olan dördbucaqlıdır. Xüsusiyyətləri isə dörd tərəfi var və hamısı bərabərdir. Rombu biz bilirik, dörd tərəfi var və hamısı bir-birinə bərabərdir. Qarşı tərəfləri paraleldir. Qarşı bucaqları bərabərdir. Diaqonalları bir-birini ortadan kəsir. İndi bu sizə aid deyil, amma sadəcə qısa məlumat olaraq verdim. Daha hansı fiqurlar qaldısa uşaqlar, onu da tapşırıqlar üzərində daha yaxşı öyrənərik. Gəlin testlərinə keçid edək. İlk sualda bizə deyir ki, bir saniyə, tam aydın. İlk sualda bizə deyir ki, hansı üçbucaq bərabər yanlıdır? Bərabər yanlı nə deməkdir uşaqlar? İki tərəfi bir-birinə bərabər olan üçbucaq növünə bərabər yanlı üçbucaq deyirlər. Baxın, A variantında müxtəlif tərəflidir. Bir tərəfi 7, bir tərəfi 5, bir tərəfi isə 8. Müxtəlif tərəflidir. C-yə baxırıq, yenə də müxtəlif tərəflidir. Amma B-yə baxırıq. Bəli, cavabımız B variantı. İki tərəfi 7, digər isə 9 cm olmuş olacaq. Ona görə cavabımız B olmuş olacaq. 2-də deyir, hansı fiqurun tərəfləri deməli paraleldir? Biz dedik ki, rombun tərəfləri paraleldir. Üçbucaqda mümkün deyil paralel olmaq, düzbucaqlı üçbucaqda da mümkün deyil. Ona görə də rombun tərəfləri paraleldir.
3-də deyir kvadratın bir tərəfi 9 sm, digər tərəfin uzunluğunu tapın. Uşaqlar, biz bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Əgər bir tərəfi 9-dursa, digər 3 tərəfi də 9 sm olmuş olacaq. Cavab A variantı. 4-də isə bizə deyir ki, boşluğa uyğun söz hansıdır? Paraleloqramın qarşı tərəfləri paraleldir. Bu qayda olaraq bayaq sizə izah elədim. Ona görə də olacaq B variantı. 5-də isə deyir, hansı fiqurun yalnız iki qarşı tərəfi paraleldir? Baxırıq, yalnız iki qarşı tərəfi deyir. Baxın, bayaq trapesiyada dedim, yalnız iki qarşı tərəfi paraleldir. Daha sonra, yəni cavabımız A variantı. 6-da deyir ki, bucaqlardan biri düz bucaq olan 3 bucaq. Düz bucağı da bayaq sizin üçün çəkmişdim. Ona görə də olacaq B variantı. Bu kör bucaqlıdır, bu isə iti bucaqlıdır. Digəri isə düz bucaqlı 3 bucaqdır. 7-də bizə deyir ki, iki kvadratın birləşməsindən hansı fiqur alınır? Uşaqlar, bu qaydanı yadınızda saxlayın. İki kvadratın birləşməsindən düz bucaqlı yaranır. Baxın, ayırsaq, həqiqətən də bu bir dənə kvadrat, bu da ikinci kvadrat olub. İkisi birləşib bir düz bucaqlı əmələ gətirir. Cavab A variantı. 8-də deyil, hansı fiqurun bütün tərəfləri bir-birinə bərabərdir? Hansı fiqurun bütün tərəfləri? Bu qayda olaraq bayaq burada izah da elədim sizə. Hardadır o? Üçüncü sualda kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Cavab olacaq B variantı. Verilmiş yol nişanı hansı müstəvi fiquruna bənzəyir? Təbii ki də üç bucaqdır. Onda 8 bucaqlının neçə tərəfi var? 8 bucaqlının elə 8 tərəfi olmuş olacaq. Keçid edək çalışmalara. Deyir, üç bucaqların tərəfinə görə növünü müəyyən edin. Mən qısa şəkildə yazacağam. Deməli, A tapşırığında iki tərəfi 5-dir. Deməli, bu bərabər yanlıdır. Bərabər yanlı. B-də isə bütün tərəfləri bərabərdir. Deməli, bərabər tərəfli. C-də isə müxtəlifdir. Ona görə müxtəlif tərəfli olmuş olacaq. D-də isə iki tərəfi görürsünüz 8, 8. İki tərəfi bərabərdirsə, yenə də bərabər yanlı olmuş olacaq. Deməli, həndəsi fiqurların cədvəl doğrulur deyir. Bucaq sayını yaz və fiqurun adını yaz. Fiqurun adı, ilk öncə adlarını yazaq, daha sonra yuxarı çıxıb bucaq sayını yazarıq. Deməli, fiqurun adı 3 bucaqdır. 5 bucaqlıdır. Rombdur. Daha sonra düz bucaqlıdır. Daha sonra trapesiyadır. Trapesiyadır. Bucaq sayını yazaq. 3 dənə bucağı var, 5 dənə bucağı var, 4 bucağı var, 4 bucağı var və 4 bucağı var. Bu formada olmuş olacaq. 3-də isə deyir, şəkillərin bənzədiyi müstəvi fiqurların adlarını yazın. Təbii ki də burada olacaq dairə, dairə, 3 bucaq, bu da kvadrat olmuş olacaq. Uşaqlar, deməli, 4-cü tapşırıqda deyir, verilmiş fiqurlara aid bir oxşar, bir fərqli xüsusiyyət yazın. Deməli, oxşar cəhətləri hər ikisi 4 bucaqlıdır. Davamında da mən şifahi edeyim. Hər qarşı tərəfləri paraleldir. Qarşı tərəfləri bərabərdir. Diaqonalları bir-birini ortadan kəsir. Fərqli cəhətləri isə belə deyək, yalnız paraleloqramın yalnız qarşı tərəfləri bərabərdir. Kvadratın isə bütün tərəfləri bərabərdir. Bu fərqli cəhətləridir. Bunu yaza bilərsiniz bu formada. Bu tərəfdə isə, yəni B tapşırığında isə düz bucaqlı və trapesiyanın oxşar cəhətlərini hər ikisi 4 bucaqlıdır və yaxud 4 tərəfi var və yaxud da müstəvi fiqurlarıdır. Fərqli cəhətləri isə düz bucaqlı 2 cüt paralel tərəfi var, trapesiyanın isə 1 cüt paralel tərəfi var və yaxud da düz bucaqlıya hamısı 90 dərəcədir, trapesiya isə müxtəlif ola bilər. Bu formada yaza bilərsiniz. Keçək 5-ci tapşırığa. 5-ci tapşırıqda bizə deyir ki, adları verilmiş fiqurları çəkin. Yaxşı. Mən yaxşı səliqəli çəkə bilməsəm də, siz özünüz kitabı olan səliqəli şəkildə çəkəcək. Romb çəkək, kvadrat çəkək, dairə çəkək və trapesiya çəkək. Bu formada olmuş olacaq. Daha sonra 6-da bizə deyir ki, fiqurların adlarını yazın. Yenə də trapesiya, paraleloqram, bu da kvadrat olmuş olacaq. 7-də isə bizə deyir ki, üzrlü sayın. 7-də isə bizə deyir ki,
uyğunluğu müəyyən edin. Bütün tərəfləri bərabərdir. Bütün tərəfləri bərabərdirsə kvadrat olmuş olacaq. Qarşı tərəfləri bərabərdir deyirsə paraleloqram olacaq. Yalnız iki tərəfi paraleldir. Bu da trapeziya olmuş olacaq. 8-də bizə deyir ki, fiqurların tərəf sayını tapın. Tərəf sayını tapın deyirsə 5 bucaqlıdırsa 5 tərəfi var. 4 bucaqlıdırsa 4 tərəfi var. Rombun 4 tərəfi var. D-də isə 6 bucaqlıdır, 6 tərəfi olmuş olacaq. Bugünlük izahımız, mövzumuz bu qədərdir. Növbəti izahlarda ümidvaram ki, görüşərik. Videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı, rəy yazmağı unutmayın. Hələlik.